var isə gedib müalicə alardım. Uşaqlarda problem olmazdı. Bəli. Bəs niyə analiz verirlər, yoxlanırlar. Sonra ərə gedəndə uşaqda problem olmasın. Öyrədirəm dostlar sizə. Yoxsa ki, gizlin kol donuzu kimi kolun dibində xalqın ərindən puldan ötürü bədənini satan. Puh! Tüpürüm sənin sifətinə. Hələ gedim toyumu oxuyum, Bürsün aeroportdan birdən də canlılaşacağım. Başqa bir söhbətim var, onu eləyəcəm. İlk dəfədir. Səhifəmə abunə olun. Səhifəmə abunə olun. Nə danışırsınız? Hara? Təkrar biliyin anasıdır. Bəli, mən qanunla danışıram. Mən deyirəm ki, dövlətin də qanunu deyir ki, bir kişi bir arvad alar. Bir kişi arvadına sahib çıxar. Ay dostlar, və deyirdiniz uşağın atası var. Atası hanı bəs? Niyə qaçdı, getdi? Yoxdur. Kişi evində oturub arvadına deyib, mənə şantaj edir, deyir. Mənim deyir, videomu çəkib piyan olanda. Mən deyir, neyniyim, deyir, mənə şantaj edir. Kişini şantaj eləyən pozğun, əxlaqsız. Xalqın əri deyil o. Gəh müğənnilərin adına yapdın, gəh bir xanım var onun adına yapdın, gəh mənim adımı çəkənmədin istədin. Mənə də söz yapışmış ki, mən kişi kimi xanımam. Mənim izləyicilərim də bilir ki, mənim alnım açıqdır. Amma sən kişini içirdib, videosunu çəkib, şantajla əlində saxlayırsan. Gördün, şantajla xeyir eləmədi. Kişi qaçdı, getdi, qaçdı. Kişi deyir, maşın nətər sürürmüş. Maşın bilmirəm, o strelkasında 280 var mı? Dostlar danışır Bakıdan. Deyir 280-dən qaçıb, bütün radarlara düşüb, deyir, elə qaçıb, elə qaçıb. O sizin deyir, atılan dırnağınız olamaz. Bilirəm canım, ailə tərbiyəsi görməyən əxlaqsız. Mənim bu işdə bir dənə səhvim var ki, mən bir əxlaqsıza, bir şərəfsizə, bir əxlaqsıza, ailə tərbiyəsi görməyən, qardaşı ədəbsiz, qardaşı, nə deyirlər ona, elə eləyim ki, sosial şəbəkədə də uyğun olsun da. Qardaşı arvaddır da, onun qardaşı arvaddır. Qardaşını baş aşağı eləyibdir, maygülü. Hə, bir qardaşını maygülü eləyən, nəsil kökünə dəyər verməyən bir şərəfsizə əvvəl gündən baş qoşdum. Səhvim bir dənə oldu. Baş qoşdumsa, xodur meydan gedəcəm. Amma işimdə də gördüm ki, bu cəmaat, bu xalqın qadasını alım. Baxdım, gördüm, amma məni daha da ucaldırlar. Burada bir nömrəli toylar kraliçası özüməm. Allah'ın da olsun. Ona görə də dedim, Afət xanım, yola davam. Bu yoldan yola girməməliydim. Girmişəmsə davam axıra qədər. Və sizə sübut eləyəcəm ən axırda. O bic balıya kim qız versə, bic balanı kim alsa, onu da belə hər axşam TikTok açıb, 80 yaşımda TikTok açıb danışacağım. Bəli. Hansı bürcəm? Şir. Şir həmişə şirdir mənim qardaşım. Dostlar, dediyim oldu ki, bu elə bildi ki, bu içirdib şantaj elədiyi pingüvin var. Bu elə başa düşdü ki, Afət də o pingüvin kimi buna və yaxud bir müğənni var, adını demirəm. Mənim ondan işim yoxdur da. Yəni o buna abrına görə cavab verə bilmədi, ağlayırdı o. Bu elə başa düşdü ki, Afət də bunlar kimi, ya pingüvin kimi, ya onun hər dəfə sataşdığı bu xanım var, müğənni. Elə bildi ki, Afət də onlardandır. Da demədə az, Afət, mamedi çıxıb əlində balta şəklini qoyan Afət. Mənim beynim çönəndə iş, mən dədəmi tanıdım. Nə danışsan sən? Dəymə mənə, dəyməyim sənə. Mənə dəyərsənsə 1 qram. Mən sənə 1000 qram dəyərəm. Özdə qanunla. Qanun nə deyir? Qanun hamı üçün. Deyir ki, bic doğma. Ay dostlar, görün mən kimlə vuruşuram? Başqasının kişisini içirdib, gətirib, videosunu çəkib, şantajla uşaq doğan, bədənini pula satan bir pozğunla vuruşuram. Mənim düşmənim budur. İndi ola bilər mənim danışığım belə lovğa kimi gələr, amma vallah billah budur. Mənim düşmənim küçə əxlaqsızı, küçə pozğunu, ailəsində kişi olmayan bir əxlaqsız. Bununla vuruşuram. Siz də bilirsiniz, o elədir. Siz də bilirsiniz. Amma budur da, əxlaqsız özün vurub əxlaqsızlığın kvadratına, ona sataşır, buna sataşır, ona sataşır, o elə deyil. Hələ səni harada görsəm, ay vicdoğan, Allah onda üzümə baxır ki, səni görəmirəm də, rastlaşmırıq. Bir dənə səni burada saçlayım, ondan ötürü nə ştraf verirlər, versinlər. Burada yox, orada eləyənlərəm. Onu bir dənə bic doğmağına görə özdə. Olmaz. Bizim sənətin adına belə pozğunlar ləkədir. Mən utanıram müğənniyəm deməyə.
o vaxt 20 il bundan əvvəl fəxr edirdim müğənni olmağım üçün. Gəldi bu vicdanlar, bunların da krışaları, bunlardan pul qazanan aparıcılar yaxşı ki çıxartdılar onları. Şükür Allaha. Çox gözəl oldu. İndi ümumiyyətlə sevdim oranı. O burada toylarımı oxuyum, qutarım, vəbşə gəlib qocalanda orada yaşayacağım. Çünki efirlər əxlaqlaşdı, efirlər düzəldi. Efirdən əxlaqsız aparıcıların əksəriyyəti yığışdırıldı, əksəriyyəti. Bu əxlaqsızları xanım kimi sizə sırıyan, sizi çaşdıran günah əxlaqsızlarda deyil, aparıcılardadır. Bəli, 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 xalqı çaşdırıb səhv məlumat verirlər. Özə pul müqabilində. O aparıcılar araşdırılsın. Bizi kimi toylar oxuyub pul qazanmıyorlar ki. Araşdırılsın. Nə ilə almışsınız o Range Roverləri? Nə ilə almışsınız o villaları? Toy oxuyub almışsan? Xeyr. Əxlaqsızın pullarının müqabilində. Bəli. Açqalarla pullar almışsınız. Öpürəm sizi. Afət bir danışığından bildim şişirsin. Mən ola bilərək oğlaq bürcüyəm. Amma hə, Məryəm xanım, buradakı pulu sənə versələr, gəlməyin heç G hərfinin adını çəkməzsən. Gedirəm, pul qazanmağa, sən orada get bankın kreditin fikirləş. Külü qoyum sənin başına. Elə deyəsən də, mən bir doğandan danışıram, gəlib gəlməməyimdən yox. Nə işim var, ərimin yanında oturmuşam, ərim açan aparacaq, onda da gedəcəm. Qadının yeri ərinin yanıdır. Amma mən adam öldürməmişəm ki, mən bu dəqiqə yerimi də bilirsiniz, aeroportda oturmuşam. Qaçan adam aeroportdan canlı açmışam, biz 4 saat da buradayım. Mən sizə deyirəm ki, vicdan, onu yazanlara deyirəm, sənə qurban, sən də ona qurban, sənin səviyyən oldu. Mən vicdandan danışıram, sən durub ayrı şeydən danışırsan. Onların deyir, hamısı yox, hamısı bir bezin qırağı deyil. Bu vicdanlar tarixən az da olsa olub, amma aparıcıdadır günah. Aparıcı çıxardır, orada oturdur, afət belə, afət belə. Ay, sən kimsən, sən vicdanı oraya qoyub afətin adını çəkirsən. Sən vicdandan sual verməlisən. Düz doğana afətdən sual verməlisən. Çünki mən düz doğmuşam. Məni bax, əsəbləşdirən budur. Bunun hamısının kökündə aparıcılar dayanırdı. Aparıcıları da tənə iti kimi rədd elədilər. Tənə iti kimi. İndi efir görün nə gözəl olur. Allah eləsin axıra qədər belə olsun. Biraz ara sakitləşəndən sonra yenə bunların pullarını alıb efirə buraxmasınlar. Allah eləsin. Dostlar, efirlərimiz çox gözəl olur. Hüseyin Məhəmmədoğlu'nu buradan salamlayıram. Çox gözəl danışdı, ürəyimdən tikan çıxdı. Məni bu aparıcılar məcbur elədi küçə mahnıları oxumağa. Mən gül kimi mahnılarla gəlmişdim sənətə. Eldar Mansurov bəstələri, Rauf Hacıyev, Tofiq Quliyev, bu Emin Sabitoğlu bu əsərlərlə. Ay dostlar, bizi bu aparıcılar bir reyting vermirsən. Ay, nə reyting? Sirkdə meymun da reyting verir. Git sirkdən meymun çək boyda. Bizi məcbur elədilər küçə mahnıları oxumağa, xalqın zövqünü dəyişməyə. Bax, o aparıcılar səbəb oldu. Çıxartdı pul dərdindən küçə adamlarını efirə, ağzının danışığını bilməyənləri. Açığın sizə deyim, mən çoxsu da düzdür, yoldaşıma görə Rusiyada yaşayıram, ailə qurduğum üçün. Amma mən yoldaşıma desəm ki, gedək Azərbaycanda yaşayaq, mənə görə gələrdi ora, mən elə düşünürəm. Mən elə o səviyyəsiz aparıcılar, efirləri səviyyəsiz günə qoyan aparıcıların o ortam var, o aura. Mən oradan iyrəndim. Amma bizim insanlardan gözəli, bizim vətənimizdən gözəli yer üzündə yoxdur. İndi şükürlər olsun, ay Allah, əsl mən istəyən efirdir. Əsl mən deyəm, siz də görürsünüz, halal olsun. Halal olsun. Baxın, görün də indi efirlər nə gözəldir. Əxlaqı olan, geyim, əxlaq, hamısı yerində. Estrada oxuyanı, bəli, estrada oxuyanı geyinə bilər açıq-açıq. Bütün dünyada da belədir. Onu zaten çarşava birini oxuya bilməz ki. Klasik kostyumla durub ya devuşka vastuşnaya oxuya bilməz ki. Başa düşdünüz? Yəni dediyim odur ki, günah vicdanda ola bilər. Amma günahın ən yekəsi aparıcıların üzərinə düşürdü. Bunlar bir mafiya şəklində işləyirlər, dostlar, çoxsun xəbəri yoxdur. Məsələn, mən bir aparıcı tanıyıram, onun köməkçisi, oradakı müğənniləri çağıran 4 nəfər vicdanın kurasiyasındaydı da. Vicdan bunlara qretləyirdi puldan, paçka-paçka, kişilərdən gəlir pul, havayı. Afət niyə verəmir? Ayağımda olmaz, olunmur. Zülümlə qazanılan pulu paylamaq olmur. Amma kişilərdən alınan, şantajla alınan pulları və pingvinin pulları həmən aparıcılarda. Və nə ilə alıblar? Evlər, eşiklər, villalar, maşınlar nə ilə alınır? Halal qazanılan pulu vermək olmur. Mən faktı deyirəm, işin içindəyəm. Hamımız da bilirik. Hamımız bilirik.
O da ondan ötürü nə var ki, afət belə eləsə səndən filan sən vicdanın xeyir ola, sən vicdanına afətdən sual verib ona mənim hörmətimdən bölüb ona verirsən. Amma mən özünü tanıyan oğlanların, özünü tanıyan qızların yanında hörmət deyəm. Vicdanların yanında mənim hörmətim yoxdur. Çünki mən onların qənimiyəm, onların düşməniyim. Nə deyirəm ki, Afət Canlıçıb nə deyir ki? Çox danışa bilərəm, işim budur. Afət Canlıçıb deyir, ay müğənnilər, bu sənətin adına ləkə gətirməyin, dic doğmayın, başqasının arvadını göz yaşlıqın. Bu mənim başımın qaxıncıdır. Özünü tanıyan qız, özünə hörmət qoyan qız ərə gedəndə zaksız ərə getməz. Hə, bir nüans var burada. Hündüşkanı xuşqu ilə səhv salmayın. Sənətdə problem varsa, ya belə bir zaks müqaviləsi var. Kişi bilir ki, əmlaklar alacaq, ya alqı-satqı olacaqdır evlənəndən sonra. Arvadını istəmir bütün gün notariuslarda yanında gəzdirsin. Bəri başdan bir dilindən kağız alır. Belə şeylər var. Müəyyən, yəni 1-2% ola bilər ki, müəyyən səbəbdən zaksa düşə bilmir. Amma o demək deyil ki, bu nəri deyil. Toy eləyir, xalqı şahid yığır ora, milləti. Siz bilirsiniz, toy geyib kabab gəmirmək üçündür. Yox. Toyda hamı görür ki, bu bunu aldı, bu da buna getdi. Şahid olursunuz. Ay Rüfət bəy, Pingvinin özü axır vaxtlar pul dilənirdi. Ona görə də biləsiniz, pulunu yedi sümürdü. Axırda da atdı, niyə atdı? Səbəbini də deyim. Pingvin uşaqlara sahib çıxmadı. Hətta məndə olan məlumata görə deyib ki, sən bilirdin ki, mən başqasının əriyəm. Niyə doğurdun ki? Sən deyir, özün üçün doğmağa məndən icazə almışdın. Bir mən deyir, bu söhbətə niyə qatırsan ki? Öpürəm sizi, səhifəmi tıklayın, bax. 130 min izləyici. 1300 izləyici də, burasını eləməyin, burasını kəsərsiniz. Hə, 130 min izləyici. Öpürəm sizi, hamı yazıb düz deyir. Vallah billah, 10 nəfər idi səhifəmdə troll, onları da hamısını blok elədim. Baxın, 130 min adam hamı yazır, halal olsun sizə, sizlə fəxr eləyirəm. Nə yaxşı mənim izləyicilərimsiz. Mən faktı deyirəm, mən reallığı deyirəm. Mənim bu danışdıqlarımdan da, bəzən mənə 1-2 nəfər yazır ki, sənə nifrət eləyirlər, baxın, sən necə nifrət eləyirlər ki, aprelə 22 uçuşum var. Gündən hər gün toydayam, hər gün. Kimin toyunu oxuyuram? Xalqın. Bu xalq məni düz doğanlar sevir, düz doğanlar çağırır toyuna. Səni bir doğanlar, sənə dəyər verənlər də sənin taylarındır. Öpürəm sizin Maçello, Canellolarım. Halaldır sizə yazmıram. Öpürəm.